Salam, mən STEM Tədris Mərkəzinin rus dili müəllimi Əsgərzadə Səmiri. Bu günlər sizə 4 may keçirilmiş imtahanın cavablarını izah edəcəm. İlk öncə dinləməklə tanış olaq. Hər zaman sizə vurğulayıram ki, dinləmənin sualları doğru tapmaq üçün biz mütləq və mütləq şəkildə birinci birdən 5-ə qədər suallarla tanış olur, sonra da artıq dinləməyə dinləyirik. Gəlin sualların cavabına baxaq. Хотела кусочек пиццы. Глютеновая диета. Сара, ты бы хотела кусочек пиццы? Нет, спасибо. Я не могу есть пиццу. У меня аллергия на продукты, содержащие глютен. Əgər dinləmənin əvvəlini eşitmişsiniz ki, birdə bizdə E cavabıdır. Nəyə görə? Deyir ki, почему Sara отказался предложенной пиццы? Deyir, niyə Sara imtina elədi onun təklif olunan pizzadan? Deyir ki, потому что у меня есть аллергия на глютен. Allergiya varsa, значит, onun həssaslığı var glutenə. Ona görə у нее потому что частично gluten bir də E cavabıdır. Gəlin davam edək. У тебя аллергия на мучные продукты? Впервые такое слышу. Это аллергическая реакция на продукты, содержащие пшеницу. Чтобы переварить глютен, организму нужно большое количество ферментов. Поэтому все больше людей придерживаются безглютенового образа жизни. А как проявляется аллергия? К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. Fikir verdiysə, какие самые распространенные признаки аллергии говорится в тексте və o da səsləndirdi ən geniş yayılmış onlardan. Atyok, sonra hansını istifadə etdi, bir də qulaq asaq, baxın sonra. Безглютенового образа жизни. Atyok. Аллергия. К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. Ona görə avtomatik olarak bizdə 2-də C cavabı oldu. Gəlin dərsi baxaq. Ой, это действительно слишком плохо. Это должно быть трудно сидеть на диете из продуктов без глютена. Конечно, это трудно. При безглютеновой диете организм недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Они содержатся в цельном рисе, картофеле и овощах. Чтобы не испытывать дефицита питательных веществ, нужно есть больше орехов, семян. Eşidirsiniz, ki, что восполняет недостаток питательных веществ. Yəni çatışmamazlıqdan söhbət gedir. Burada deyil defitsit. Defitsit və недостаток demək olur ki, eyni şeydir. Ona görə mən bu sualın cavabını bizdə B variantı, amma gəlin bir də o momenti dinləyək. И овощах. Чтобы не испытывать дефицита питательных веществ, нужно есть больше орехов, семян. Yəni tam da yine biz 3 cavabı da eşitdik. Dərsi dinləyək. А больше всего я люблю хлеб без пшеницы. Ну и как этот хлеб без пшеницы? Хороший? Конечно, я знаю это не понаслышке, потому что всегда покупаю его. Он плотнее, чем обычный хлеб. Но если долго ешь его, то привыкаешь. Но разве этот хлеб не дороже? Он всегда казался мне дорогим удовольствием. Ты прав, он дороже, чем обычный хлеб, но в то же время гораздо полезнее для здоровья. Fikir verirsiniz, burada da D var. 4-cü sualda deyir, выберите верно утверждение текста. Yəni mətn məzmunu olaraq doğru olanı istəyir. Və burada deyir ki, чрезмерное употребление обычного белого хлеба очень полезно. Bu avtomatik olaraq biz belə də anlayırıq ki, yəni heç faydalı deyil, deyir çox faydalıdır da, yəni onun ağ çörəyin həddindən artıq çox istifadə etməsi xeyr. B-də deyir ki, соблюдать бесглютеновую диету не так сложно, yəni o qədər də çətin deyil, наоборот çətindir. C-də deyir ki, при безглютеновой диете организм в достаточном количестве получает клетчатку. Xeyr, наоборот, при глютеновой диете. D. Xleb bez pşeniцы вкуснее полезнее. Burada 4-də D cavabıdır. Nəyə görə? İndi hal-hazırda bu çörəkdən danışılır və yəni daha faydalıdır, buğdasız olan və daha dadlıdır adi çörəkdən nisbətən. Гораздо полезнее для здоровья. На самом деле, на твоем месте я бы начала покупать полезный для здоровья хлеб. Və sonuncu sualda deyir, hansı sualın cavabı var? Bir də deyir ki, A-da deyir ki, какие мучные и молочные продукты любит Sara? Yəni, onun sevdiyi ərzaqlarda söhbət getmirdi. B-də deyir, как в домашних условиях приготовить безглютеновый хлеб? Düzdür, bezglutenli çörəkdən söhbət gedir, amma onun necə ev şəraitində hazırlamaqdan heç bir söhbət getmir. C-də deyir, почему люди не любят безглютеновый образ жизни? Nəyə görə sevmirlər həmin həyat tərzini? Bu haqda da deyilmir. D-də deyir ki, какие продукты содержат большое количество пищевых волокон? Əslində bu sualla öncə də bu söz sizləndirilmişdir. Bir də istəsə qulaq asır və bu sualın cavabını baxarıq.
работы хорошего организма. Gəlin dinləyək. Bu dinləmənin əvvəlində xeyr, əgər ona görə suallarla mütləq tanış olmaq lazımdır ki, bu sualın cavabını daha rahat tapmaq. Глютеновая диета в жизни. А как проявляется аллергия? К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. То это действительно слишком плохо. Это должно быть трудно сидеть на диете из продуктов без глютена. Конечно, это трудно. При безглютеновой диете организм недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Они содержатся в цельном рисе, картофеле и овощах. Baxın, bir какие продукты содержат большое количество пищевых волокон və onlar nədə varlarsa, bundan da artıq dinləmənin demək olur ki, ortalarında söhbət gedir. Ona görə 5-də də bizdə D cavabı gəlir. Gəldi mətnə baxaq, 6-dan 10-a qədər birinci mətnin sualın cavablarını izləyək. Hər zaman uşaqlara vurğulayırım, əgər tərcüməni bilirsə, mətnə ehtiyac var oxumağa. Amma əgər tərcüməni çox zəifdirsə və çox azdırsa, ehtiyac yoxdur mətni oxumağa. Və hər zaman hətta vurğulayıram ki, məncə sualların cavabını avtomatik olaraq elə mətndən tapmaq lazımdır. Çünki dediyim kimi, artıq mən 6-1-i axtaranda mən bir mətni buradan başlayıram oxumağa və axıra qədər oxuyuram ki, sualın cavabını tapmaq üçün. 6-2-ni tapanda yenə də əvvəl bir dəfə artıq mən bu mətni bir neçə dəfə oxumuş olurum. Yəni mənim vaxt itkisim olmasın. Mən hər zaman vurğulayıram uşaqlara 7-ni tapın, 8-i tapın, 9-u tapın, sonra artıq variantlara keçin. Çünki dedim ki, vaxt aparan bir cavablardır deyə. Ona görə gəlin 6-1-ə baxaq. Deyir ki, matryoşka, drevniya igruşka. Gəlin baxaq, bu belədirmi yoxsa yox? Düzdür, burada bu haqda söhbət gedir, amma baxın necə gedir. Gəlin baxaq, burada matryoşkadan söhbət necə gedir. Deyir ki, matryoşka. Baxın, sizə indi deyirəm, это было пермутация. Ona görə dediyim kimi, sualları əvvəldən axıra qədər oxusunuz. Daha məqsədi olur. Baxın, многие считают, что это древняя игрушка, но на самом деле она появилась только в конце 19 века. Yəni, çoxları zənn edirlər bu qədim bir oyuncaqdır, amma o əslində 19-cu əsrin sonunda oldu. Yəni, cəmi onun 100 yaşı var deyə. Ona görə avtomatik olaraq burada 6-1 B cavabdır. Yəni, o qədər də qədimi deyil də. 6-2-də deyir, Selep Palea Pisali ikonu. Yəni, bu doğru diyorsa, bəli, doğrudur. Çünki burada yazılıb, baxın, это работа мастеров из небольшого русского села Palea. Yəni, həmin kəndin adına və deyir, в этом селе, yəni bu kənddə с давних времен писали иконы. Ona görə 6-2 burada doğru cavab olur. A. 6-3-də deyir, кжель, это deyir, деревянная посуда. Burada da это не деревянная посуда, ведь это место к юго-востоку от Москвы, традиционный центр керамической промышленности, весари лахи. Но при слове «гжель» мы представляем собой, смотрите, своеобразную, чудесную, белую, голубую посуду. Ya mavi ümumiyyətlə qabıcılı söhbət gedir. Ona görə 6-3-də bizdə B cavabdır, səhv cavabdır. 6-4-də deyir ki, ideya kukla matryoşka принадлежит японцам. Yəni bu həmin fikir kimə məxsusdur? Yaponlara məxsusdur. Bəli, doğrudur. Çünki dediyim kimi, imенно burada baxın, necə bu yaranıb. Deyir, первый модель деревенская девочка. Bundan qabaq, yəni baxın, в конце 19 века в руки художника попала деревянская японская kukla. Ondan sonra artıq ideya создания очень понравилась və ondan sonra bu yaranıb. Ona görə avtomatik olaraq bu da doğru cavab olur. 7-də deyir ki, укажите вариант, который соответствует содержанию текста. Yəni mətnin məzmununa uyğun olan. Mən də sualın cavabını axtaranda burada E variantı olur. Deyir, первая модель matryoşka была изготовлена мастером вручную. Dediyim kimi, bu cavab ilk dəfə, yəni bir вручную было подготовлено. Смотрите, первая сделана модель mastera вручную. Cavab budur. Amma dediyim ki, bəzi uşaqlar o bu cavabları tapa bilmirlər. Amma yenə dedim ki, baxın, в начале 20 века гжель пережил кризис, потому что купить настоящий гжель было почти невозможно. Mən dediyim kimi, bir vaxtdan гжель пережила кризис, nə bir старые художники не продавались, yəni купить ее, но об этом не очень-то говорится deyə. Поэтому dediyim kimi cavablara baxılır. Bir sadəcə cavabları axtarmaq lazımdır. Beləliklə sualların cavablarının hamısını axtarmış tapa bilərsiniz. 8-də nə deyir sizdən? Deyir, slow pronouncil в тексте означает. Yəni nə deməkdir? Mən də mətn içindən tapıram. Deyir, предприимчивые художники продают поделки под жир, но их не сравнить с настоящими образцами этого промысла. Yəni həmin o işdən söhbət gedir. Yəni ремесленное производство.
Həmin o istisaldan gedir söhbət deyə. Ona görə promisal burada bu variant. Amma burada afotadır, burada мысль, fikirdir. Yəni heç bir əlaqəsi olmayan bir sualın cavabıdır. 9'da deyir ki, почему в начале 20 века Гжель пережила кризис? Yəni nəyə görə krizis keçirdi? Mən də 9'da bizdə D variantı nəyə görə? Baxın, bayaqlarda biz bunu görmüşdük. В начале 20 века она пережила кризис. Bakın buradaydı, haradaydı? Biz bayaqlar sualın cevabına bakmıştık. Ha bakın, в начале 20 века Гжель пережила кризис, старых художников умирали, секреты забывались. Mən sizə əgər belə bir sual cavab görürsünüz, onun ətrafında o sualın cavabını axtarmaq lazımdır. Mən də görürüm, baxın, старые мастера умирали, секреты забывались, avtomatik olaraq yəni nəyə görə? Cavab olaraq da olur. Geldi 10. suala. Deyir ki, на какие вопросы нет ответа текst. Yəni, hansı sualların cavabı yoxdur mətnin içində. Mən də baxıram, onda bir də deyir. Почему matryoshka так называется? Niyə adı belədir? Burada elə əvvəldən bu matryoshkadan söhbət gedir. Baxın, Yeydali, Zirvetska, İmi, Matriyona, Matryoshka və s. ilə ki, əvvəldən söhbət gedir, yəni nəyə görə veriliblər? Ona görə məndə də onda nə istəyir? Hansı sualın cavabı yoxdur? Ona görə mən onu götürmərəm. Çünki burada cavabını var. Sonra дальше 2'de bize nedir? В каком году церкви Palek были закрыты? Yəni hansı ildə kilsələr Palekdə bağlı idilər? Hansı ildən söhbət gedir? Düzdür, burada yazılmış tarih, amma ili falan söhbəti yoxdur burada. Когда были закрыты церкви. Смотрите, после революции, когда церкви были закрыты, yani revolüsiyondan sonra, ama axı deyir, каком году? Когда olsaydı, ola bilərdi, yəni revolüsiyadan sonra. Amma yəni yoxdur deyə, ona görə mən bunun sualın cavabı bizdə yoxdur. 3'te deyir, как получали краску при изготовлении гжели. Burada da var, как мы получали краску, поэтому bu sualın da cavabı var, amma bizdə cavabı olmayan istəyir. Baxın. Burada haradaydısa, buradaydı. Золотую краску делал из тонких листов золота, краски готовят на курином желтке. Ona göre bu sualın cevabı da burada var. 4'te de bakar. Bir почему полесские mastera перестали писать иконы? Yani artık yazmamaya başlayıblar. Почему перестали писать иконы? Nəyə görə, hansı səbəbə görə yoxdur burada? Hansı səbəbə görə? Ona görə bu sualın da cevabı yoxdur. Onda bizdə 2-4'te. Bakın burada var перестали писать иконы. Ama nəyə görə yox? Bazıları писали иконы. Потом mastera начинали. Bakın bir belə baxırsınız, oxuyursunuz cümlələri. Yəni bununla bağlı varmı yoxsa yox? Это красивый рисунок, мастера имеют свои секреты. Идея понравилась, ей дали, была деревенская девочка, ей дали деревенское имя, yani kendi adı verdiler. Bak bayağı həmin sualı. Потом bakın, за ними писали иконы, yazırdılar, ama дальше мы смотрим, когда они перестали писать. Здесь у нас niyettu dediğim kimi, ona göre bu sualın cevabı da bize yoktu. Onda 2-4 olur. Geldi ikinci metne 11'den 15'e kadar. Yine de 11'den 14'e kadar doğru ve doğru olmayan 4'ü düz yazsız 1 bal verir. 3'ü düz yazsız bizde 0'dan 5 bal verir. 2 düz 2 ise hiçbir bal verilmiyor. Gelin 11'e bakalım. 11'de değil ki качество пряности лимон употребляет и фруктовых салатов. Bu doğru cevaptır. Çünkü bu burada metninde var. Качество пряности его используют. Gelin bakalım. Где это у нас было? Limon. Качество пряности лимон употребляет различных фруктовых салатов. Ona göre bu sualın cevabı bizde burada var. 11.2'de değil ki limon deri является опасным средством при укусах змей. Bu doğru olmayan cevaptır. Deyir ki опасным средством при укусе семей. Bakın, является противоядием при укусе семей. Ona göre опасный, hayır, tehlikeli değil. Sadece bizde artık otomatik olarak fırtına olur. Deyir ki является где это было у нас? Bakın bayağı buradaydı sualın cevabı. Bakın, это прекрасное средство для лечения. Средние считали предохранять от чумы, является противоядием. Наоборот, onun dərmanıydı deyə. Ona görə bu avtomatik olaraq B cavabı olur. 11.3'də deyir, limonlu sok является основным сладким блюдом. 11.3'e baxır, deyir, является сладким блюдом. Sladkий blюд nə deməkdir? Şirin yemələrdən söhbət gedir. Sladkiylərdə əlbəttə ki, olmaz ki. Düzdür, limonlu sok является основной частью лимонада.
Потом, где у нас лимон применяют для приготовления варенья, соусов, кремов, сироп и так далее. Потом дальше мы смотрим, упоминается, смотрите сюда, масло, лимонное масло, употребляют пищу свежим, используют для кондитерских изделий. Bakın burada dediğim kimi bununla bağlı yoktur. Hem de sladki olmaz. Elbette ki в настоящее время, смотрите, лимон сок, лимонное масло, полученное из свежих кожур, применяют для улучшения вкуса, запаха лекарств. Ну, bu da 11 üçte является основным sladkı blüdün. Yani əsasıdır şirin yemələr. Yəni limon soku şirin yeməklərlə nə əlaqəsi var? Ona görə 11 üçte bizdə avtomatik olaraq B cavabı. Ümumiyyətlə heç belə bir cavab tapa bilmirsiniz bununla bağlı bir şey. Avtomatik olaraq B cavabı seçirsiniz. 11.4'te deyir ki, в различных частях растения имеется эфирное масло. Имеется эфирное масло. Mən də axtarım. Ümumiyyətlə, həqiqətən də имеется ли эфирное масло или нет? Смотрим текст. Эфирное масло имеется. Смотрите, характерный запах лимона обусловлен наличием эфирного и лимонного масла. Ona göre avtomatik olarak в различных частях rastения. Avtomatik olarak ona göre 11.4'te doğru cevap olarak sayırıq biz. Geldi 12'ye. Deyir, ukarıcı vermə türseni. Vermə nə deməkdir? Yəni, mətnin məzmunu uyğundur. Deyir, лимонный сок, лимонное масло, полученное из свежей кожуры, применяют для улучшения вкуса и запаха лекарств. Bunu da biz de bayaqlar oxumuşdu. Baxın, лимонный сок, лимонное масло, полученное из свежей кожуры, применяют для улучшения вкуса и запаха лекарств. Avtomatik olarak bu cavab bizdə elə olur. 13'də nə deyir? Горький вкус limonu budur. Yəni, onun acı dadı limonu nə verir? 13'də də bizdə Y variantı olur. Baxın, düzdür, tam yoxdur, amma yenə də bununla bağlı biz burada oxuya bilərik. Baxın, жирное масло, в семенах имеется жирное масло и горькое вещество лимонин. Горькое вещество nə deməkdir? Acı bir məhdundan söhbət gedir də, limonin acıdır deyə qorxuyor deyə. Ona görə avtomatik artıq горький вкус, yəni acı dadı ona nə verir? Ona görə olur вещество limonin 13'də Y variantı. Deyir ki, жирное масло имеется 14'də, baxarda imеется жирное масло. Biz de bayaqları bu жирное маслоdan oxumuşduq. Жирное масло deyir, найдено в ветках, в листьях. Найдено, yəni tapılıb mənasında olur. İmеется, yəni var deməkdir. Ona görə avtomatik olaraq baxın, ветках, семенах, листьях. Çünki avtomatik olaraq mən bu variantı seçirəm bizdə. Deməli, sonra görürsünüz, жирное масло, где оно имеется, ты автоматик olarak bakın, в семенах, семена görürsünüz, burada var, в ветках, в листьях, в семенах, в ветках, в листьях, ona göre в ветках, семенах, в листьях, avtomatik olarak bu variant seçirəm. 15'te nə deyir? Что неверно, doğru olmayan istəyir. Листья лимона содержит витамин C. Biz belə də heç buna baxmasa, yəni bilərik. Mətnin içində olmasa da, baxın, листья содержит витамин C. Ona görə bu var, amma biz doğru olmayan istəyir. На Ближний Восток лимон был завезен арабами. Mən də baxıram, на Ближний Восток был завезен арабами, yoxsa yox. Bunu da mətnin içində dedim ki, hər zaman yuxarıda baxın. Видите, отсюда в 12 веке лимон был завезен арабами на Ближний Восток. Ona görə bunun da sualın cavabı var. O 3'te nədir? Limon цветет весной, а плоды созревают осенью. Когда он цветет, мы это смотрим. Видите, лимон цветет весной, плоды созревают осенью. Bu sualın da cavabı burada var. Ve 4'te nədir? Limon употребляют пищу в сушеном виде. Yəni, bu viddə yeməyə də istifadə edirlər. Bu qurudulmuş vəziyyətdə də suşanla. O da в каком смысле его используют? Bu da dediyim kimi mən də bir baxıram. Как его употребляют пищу, видите, свежим виде. Ona görə bu mətnin məzmunu uyğun deyil deyə artıq onu da yerinə götürüb və 5'te də deyil. Кожура лимона содержит значительное количество органических кислот. Mən də baxıram, bu harda yazır? Кожура органических кислот содержит. Мы тоже смотрим, где это написано у нас. Мякоть плодов содержит значительное количество мякоть плодов. Söhbət gedir, amma burada bizdə nə deyir? Кожура лимона. Ona görə значительное количество органических кислот. Amma burada da deyir ki, sodержит организм пектинli вещества и так далее. Avtomatik olarak ona görə bizdə 4 ilə 5 sualların cavabı yoxdur. Дальше 16'da mətnlə bağladım, qurtardıq, gəldi 16-cı sualı. Укажите ошибку, выбери нужного по значению слова.
sərfi istəyir. Burada paronimdə C variantı səhvdir. Nəyə görə? Çünki dajlivo yağışlı deməkdir. Dajlivo sezon ola bilər, dajlivo день, dajlivo погода. Yəni yağışlı sezon, yağışlı gün, yağışlı hava. Amma dajlivo yağışdan ibarət mənasında olur. Ona görə su olsa yağışdan ibarət olar da yağışlı su olmaz deyə ona görə səhv budur. Gəldi 17-də. 17-də biz mətn qururuq. Gəlin 17-ci hissəyə biraz açsalım. Daha rahatsız mətn tapasınız. Variant olmazsa daha rahatı tapmaq. Mən də bilmirəm nə ilə tapıram. 17-də daha məntiqə uyğundur bizdə 5-dən başlamaq. Çünki nədir? Современный miri, yəni müasir dünyada znak at присутствует повсюду. Yəni hər yerdə var. Ona görə 5-lə başlamaq daha məqsədə uyğundur. Mən də baxıram 5-lə başlayanda bizdə C də var, B də var. B variantında 5-dən sonra 2 gəlir. 2-yə baxaq. Deyir ki, появился он задолго. Yəni nə vaxt yaranır? Da еще в период средневековья. Həmin periodunda yaranır. Amma C-də belə deyir. C-də deyir ki, существует несколько версий. Bir neçə versiyaları var. Происхождение собачки. Necə yəni yaranır? Mən də baxıram, davanına baxıram. Bir de bizde deyir ki, sonra 4'ten sonra bir gəlir. Deyir ki, с точки зрения лингвистов, Ульман символ at был изобретен средневековыми монахами. Sonra birden sonra 6 gəlir. А итальянский ученый Джорджо Стабили обнаружил этот значок с записью флорентийского купца. Sonra da orada 3 gəlir. Но однозначного ответа, когда он точно появился, каким было его значение, нету. Və axırda da 2 deyir. Появился он еще до период средневековья. Axır do наступления kompütera ona görə mən bunu sona saxlaya bilmərəm. Ona görə əvvələ verin deyə. Çünki srednevyekovье sıralama ilə getsən, yəni mən bunu əvvələ istifadə etmərəm. Amma gəlin də B variantı baxaq. Deyir, современный miri znak присутствует повсюду. Yəni müasir dünyada hər yerdə var həmin işarə. Sonra deyir 2, hələ o orta əsrlər periodunda yəni yaranmışdı. Sonra deyir ki, 4'də bir neçə onun versiyaları var, bəs necə yaranır. Sonra artıq 1-də deyir ki, lingvistin nəzərinə baxsaq, nə vaxt yaranır. Sonra artıq İtalyan George aliminə baxsaq, yəni bu vaxtı artıq o var idi, yəni hansı ildən söhbət gedir. Sonra da 6-da deyir ki, 6-dan sonra da axırda 3 deyir. Amma yəni dəqiq bir cavab, yəni biz hələ də yəni bilmirik. Ona görə məqsədə uyğun, daha doğru bizdə B variantı olur. 18'də nə deyir? Какое предложение является синонимичным данному предложению? İsə bir cümlə verilib 18'də. Deyir ki, Саша не решился вступиться за товарища, и впоследствии ему пришлось не раз пожалеть об этом. Yəni, belə bir cəsurluq eləmədi, yəni qərar gəlmədi ki, öz yoldaşının necə deyirlər, tərəfini tutmaq. Tərəfini tutmaq deməyək də, daha doğru deyək ki, onu qorumağa, yəni bir qərara gəlmədi. Onun tərəfini tutmaq mənasında. И впоследствии ему пришлось не раз пожалеть. Və sonra artıq bu nəticə əsnasında bir neçə dəfə artıq məyusluq hissi keçirdi bu haqda. Və mən də bilmirəm hansı sinonim cümləni seçim. Adı deyir ki, Саша не о чем было пожалеть. Yəni, naborot heç bir yeni təəssüf hissi keçirmədi. Bu heç olmayacaq 18'də A. Götürə bilməyəcək. Bu da deyir, Саша не мог не волноваться о том, что помог. Yəni, narahat olmamaya bilməzdi ki, yəni ona kömək elədi. Bu vəbşi məntiqsiz bir cümlədir. C-də deyir ki, Sasha был доволен тем, что не мог вступить в это. Bundan razı idi. Xeyr, naborot, heç olmaz. D-də deyir, Sasha dolgo пожалел. Yəni, çox bir uzun müddət bu haqda təəssüf hissi keçirdi ki, bəs onun necə deyirlər, tərəfini tuta bilmədi. D variantı daha məqsədə uyğun olur. Y-yə də baxaq. Deyir, Sasha valava vopros və Sasha'nın bir sual narahat edirdi ki, bu kömək eləməlidir, yəni yoldaşına, yoxsa yox. Ona görə D variantı daha məqsədə uyğun olur. Sinonim cümlə. 19'da deyir, с предлогом на употреблять slova. Yəni, na önlüyünün hansı sözlər istifadə olunur. Mən hər zaman uşaqlara deyirəm ki, yük var, dünyanın tərəfləri, bu hər zaman nadır istifadə edirəm. Park istisna olaraq ağacla dolu olan yerdir deyə ona görə bu parki artıq avtomatik olaraq anı mən heç götürmürəm. Olmaz. Gəldi ulica, küçə, açıq bir yerdir deyə na ulica olaraq istifadə edirik. Gəlir burada Y variantı.
19'da. 19'da deyir bu community, amma na ostrevi, adalar, planetlər biz na olaraq istifadə edirik. Avtomatik olaraq bizdə 19'da nə qalır? Hansı variant? Na ostrevi olur. Amma selo var, kənd vıdır deyə, ona görə bu variantı bizdə getdi. V qorici şəhərdir deyə B variantı da getdi. Amma D variantı baxın, na astronomki, yəni dayanacaqda olur. Na yuge cənubda olur. Na sabrani iclasda olur. Çünki demişim, kütləvi olan yerlərdə biz də na olaraq istifadə edirik. Cavab beləliklə bizdə 19'da oldu D. 20'də də baxaq nədir? Deyir, я искренне простил другу нашу ссору, от природы был не злопамятен. Yəni mən səmimi qəlbdən bağışladım bizim necədirlər, küskünlüyümüzü mənim dostuma. Çünki təbiətdə mən çox da kinli deyildim. Çünki mənasına gəlir. Mən də demişdim uşaqlara, потому что, так как, от того что, eyni şey, çünki sinonim olaraq tərcümə olunur deyə. Ona görə mən burada cavab seçirəm. 1, 3, 5 C variantı. Beləliklə suallarımız bitdi. Və sonra da essedə 2 sualdır. Sualları bir istənilən sual seçərək biz artıq həmin sual üzrə esse yazırıq. Limit 150-200 arasıdır. Ondan bu məyarlar əsasında artıq siz bir bal əldə edirsiniz. Belə, təşəkkür edirəm.